Biz açığı indiyə qədər Qarabağın işğaldan azad olmuş bölgədə həyata keçirdiyimiz tikinti, təmir, infrastruktur xərcləri 25 milyard manatın üzərində də artıq 30 milyarda yaxınlaşır və biz nə etmək istəyirik? Biz bununla infrastruktur yarada bilərik. Biz bununla yalnız dövlətin büdcə vəsaitləri hesabına iri belə olmayan bir yerdə biz elə torpağın üzərində bir ölkə yaradırıq. Açığı bir var ki, nəsə ola yaradasınız. Düzdür, bunun üstünlüyü odur ki, siz özünüz nə istəsiniz yarada bilərsiniz. Artıq onun memarı siz olursunuz da. Bir də vardır ki, bu baxımdan sizin belə deyək, layihələriniz daha uğurlu ola bilər, daha fərqli ola bilər. Amma bir məsələ də vardır ki, biz bir rasional bir təhlil aparmalıyıq ki, nə qədər tutaq ki, büdcə ola bilər, ictimai vəsaitlər ola bilər, büdcədən kənar fondlar ola bilər gələcəkdə. Məsələ Qarabağı bununla da maliyyə baxımından nə qədər qidalandıra bilərik. Bu biraz belə skeptik görünür. Biraz mən açıq buna şübhələ yanaşıram. Onda sual yaranır ki, yaxşı, ictimai vəsaitlər hesabına bunu həyata keçirmək istəyirsə, bu ayrı mövzudur. Biz Qarabağın infrastrukturu, təməl belə deyək ki, infrastrukturunu elə qurmalıyıq ki, xarici investorlar və ölkədəki daxili investorların hökumətin əsaslı vəsaitlər hesabına qurulmuş iqtisadiyyatdan da kənar bir sahələrdə marağın cəlb edə bilək, Qarabağa daşıya bilək. Orada ümumiyyətlə biz nə etmək istəyirik? Biz yaratdığımız o iqtisadiyyatda məşğul əhalini orada təmin etmək istəyirik. Yəni məşğulluğu iqtisadiyyatın ətrafına toplamaq istəyirik, yoxsa iqtisadiyyat üzərində məşğulluq qurmaq istəyirik. Bax, bu bizim səbəb-nəticə məsələmizə biz baxmalıyıq. Və yaxud da ki, biz orada daha çox Türkiyə investisiyasını, təbii ki, indi biz İsrail investisiyasının ora cəlb olunması üçün hansı fəaliyyətlər var, hansı təşviqlər var, bununla bağlı hansı işlər görülməsi planlaşdırılır, bununla bağlı hansı təhlillər var. Məşhur bir ifadə var da, deyir, tarlada izi olmayanın süfrədə üzü olmamalıdır. Məsələn, mən onun tərəfindəyim ki, Qarabağ müharibəsində Azərbaycana bütün mənalarda dəstək göstərən, maddi, maliyyə, insani dəstəyini göstərən birinci yerdə qardaş Türkiyədir, Pakistandır, İsraildir və bu ölkələrin investisiyasını bölgəyə daşıması çox vacibdir.